Bilirsiniz, əslində bu barədə biz danışırıq. Sadəcə olaraq elə bir gerçəkliklə üz-üzəyik ki, bəzən öz dediyimizə belə özümüz inanmırıq. Gerçəklik ondan ibarət ki, Rusiyanın burada paralel şəbəkəsi var. Dövlət içində bir dövləti var. Və bu şəbəkə bir sistem işləyir. Bəzi o ekspertlərdən biri deyir ki, o çox qorxaq adamdır. Bəli, bəli. Putin barəsində də eyni şeyi deyirlər. Amma bunlar görürsünüz necə təhlükəli layihələrə qalxışırlar. Deməli orada sistemdən gedir söhbət, adamlardan getmir. Və o sistem, yəni orada Moskva Azərbaycanın son dövrlərdəki davranışı Rusiyanın xoşuna gəlmir. Rusiya Azərbaycanda hakimiyyət dəyişmək istəyir. Budur. Bunun üçün də buradakı bütün o şəbəkəyə tapşırıq verir ki, başlayın. Onların içində də ola bilsin iyerarxiya elədir ki, hələ də o bəlkə də o iyerarxiyanın başında yenə budur. Ola bilsin bu vəzifədə deyil, amma hələlik o uzantı ki var, o şəbəkə ki var burada, onun ola bilsin əsas fiqurlarından biri budur. Və yaxud da indi bu çox məsuliyyətli iş olduğuna görə bəlkə o gənclər bir qədər qorxur, çəkinir, ya etibar etmirlər, amma bu təcrübəlidir axı. Bu uzun illər təcrübəsi var. Bu Azərbaycanda görün biz bir şey də nəzərə alaq. Axı 93-cü ildəki çevrilişlə hər şey bitmədi. 94-cü ildə bir çevriliş cəhdi oldu, baş tutmadı. 95-ci ildə bir çevriliş cəhdi oldu, baş tutmadı. Bunlar kim edirdi? Bunlar da Rusiya edirdi də. Və həmin çevriliş cəhdlərinin uğurlu alınmamasının səbəblərindən biri də buradakı o icraçıların deyək ki, səriştəşdiyi bacarıqsızlığı idi və s. idi. Yaxud da dövlətin daha ciddi müqavimət imkanlarının olması idi. Görünür, növbəti bir uğursuzluq olmasın deyə belə möhkəm kadrları, o köhnə magikanları yəni tapşırıblar, daha etibarlı tapşırıblar. Amma yenə mən o qənaətdəyəm ki, bu bir nəfərin işi deyil. Burada bütün o şəbəkə hərəkətə gətirilib. Sadəcə olaraq görünür əsas işi Rusiyanın özü görəcəkdi. Sonra iki mərhələdə bunlar artıq çalışacaqdı. O dövlət şurasının planının yaranması və Rusiyanın necə də birbaşa artıq burada hakimiyyəti ələ ala bilməsi. Rusiya 93-cü ildə hakimiyyəti ələ ala bilmədi. Bax, məsələ buradadır ki, Rusiya ona görə hər zaman, bax 93-cü ildə onlar Azərbaycanda dövlət çevrilişi eləyəndə Elçi bəy Heydər Əliyev dəvət elədi və Heydər Əliyevin gəlişi o Rusiyanın buradakı planlarını pozdu. Qarşısı alındı. Sonraki dönəmdə də görünür, yenə də müxtəlif cəhdlər elədilər, onu hakimiyyətdən devirə bilmədilər. İndi də İlham Əliyev Rusiyanın buradakı planlarının qarşısını alır. Hər halda anlaşılan odur ki, müstəqil Azərbaycan dövlətinin güclənməsi, siyasətini həyata keçirir. Bu da Rusiyanın xoşuna getmir. Ona görə də Rusiya özünün buradakı o ehtiyatdakı şəbəkəsini, dövlətin içində doluşturduğu şəbəkəyə tapşırıq verir ki, yox, artıq biz ondan işləyə bilmərik. Yəni bizə yeni bir hakimiyyət lazımdır. Yeni bir yəni hakimiyyəti artıq özümüz öz əlimizə almalıyıq. Birbaşa əlimizə almalıyıq. Biri var o hakimiyyətin yanında olmaq, biri də var birbaşa hakimiyyətə sahiblənmək. Yəni bu olduqca təhlükəli bir plandır və yəqin ki, bu çox məsuliyyətli bir şey olduğuna görə, indi bu da hər halda təcrübəlidir, yaşlıdır. Yəqin ki, o məsuliyyətin əsas hissəsini öz üzərinə götürür. Amma aydın məsələdir ki, o tək deyil. Burada böyük bir şəbəkə var və hələ də mən hesab edirəm ki, bu təhlükə sovuşmayıb. Hələ də bu təhlükə var. Yəni onların üzərinə getdikcə onların hələ nələr edəcəyi, hansı təxribatlar törədəcəyi, hansı müqavimət göstərəcəyi bəlli deyil. Onlar belə deyir, pişik divara qısnayanda adam qayıdır üzünü cırır. Nə ola bilsin, bax bəlkə də bunu nəzərə alırlar ki, bunlar qayıdıb üz cırmasın. Ona görə bəs belə təmkinlə, tədricən bu proseslər aparılır. Amma mən aslında düşünürəm ki, bu şəbəkədən qurtulmaq Azərbaycanın xilasıdır. Gerçək mənada xilasıdır. Əgər biz 90-cı illərində aydın məsələdir, 2000-ci illər də bəllidir. Biz nəhayət Qarabağ uğrunu nə vaxt qazandıq? 2020-ci ildə artıq yox idi. Ramiz Mehdiyev yox idi hakimiyyətdə. Yəni təsəvvür edin ki, bir adamın hakimiyyətdən getməsi görün Azərbaycan dövlətinə nə qədər şans veribdir. Bir nəfərin hakimiyyətə getməsi Azərbaycan dövlətinə o imkan verib ki, keçsin Qarabağ azad edə bilsin, rahat işləyə bilsin. Ölkənin içində, dövlətin içində o təxribatlarla üzləşməsin, maneələrlə üzləşməsin. İndi bütün bu şəbəkənin dağılması görün nə deməkdir? Sanki Azərbaycan xalqı azadlığa çıxır, Azərbaycan xalqı işığa çıxır. Bu çox vacib bir məsələdir. Ona görə də yəni burada mən düşünürəm ki, bir çox əhəmiyyətli bir dönəmdən keçirik. İndi baş verən hadisələr təbii ki, əhəmiyyətli bir hissəsi, böyük bir hissəsi sanki gizli gedir. İnsanlar yalnız belə deyək də o hətta siz demişsiniz, rəsmi görürsünüz, məlumat yoxdur ki, buna qarşı cinayət işi qaldırır filan. Dediyim kimi, bunların tək özlərinə görə deyil, həm də bunların yiyələrinə görədir, sahiblərinə görədir. Hələ də o təhlükələr var, risklər var, təhdidlər var. Bizim bildiyimiz, bilmədiyimiz, görünür dövlət bunları nəzərə alır. Amma eyni zamanda həm də bu şəbəkənin törədəcəyi fəsadların bəlkə də qarşısını almaq üçün müəyyən bir ehtiyat tədbirləri, bir qədər səliqəli, səhmanlı davranışlar həyata keçirilir. Amma mən hesab edirəm ki, əslində xalqın da haqqı var ki, bir şeyləri bilsin.
bu proseslərdə xalqın da iştirak etməsi önəmlidir. Çünki bu şəbəkədən qurtulmaq yalnız dövləti deyil, xalqı da xilas edir.